Salam dostlar, günləriniz xoş getsin dostlar. Sizə dostlar, sevimlilərimə bir neçə şeir seçmişəm. Klassik ədəbiyyatdan dostlar. İstəyirəm burada bu sakit yay axşamında bir poeziya aləmi quraq. Olarmı dostlar? Gəlin sizə onları oxuyum dostlar. O günləri sadiq tamaşaçılar bilirlər, bir söhbət eləmişdim. Dedim ki, Lermontovdan bir şeir oxuduq. Yadınıza gəlirmi? Yadınıza gəlirmi? Orada dedim ki, bir dənə də şeir olacaq. O qalsın sonraya. Mən istəyirəm birinci onu oxuyum sizə dostlar və sonra onun barəsində biraz söhbət eləyək. Mən istəyirəm ki, burada indi müxtəlif yerlərdən, yəni ki, gəlin belə deyək, dost ölkələrdən hansısa mənim xətrini çox sevdiyim insanlar var. Ola bilər, onlar da məni izləyirlər. Ya bəlkə nə zamansa izləyərlər. İstəyirəm ki, onlar da bax mənim bu sadə, necə deyərlər, bədi şadlığıma qoşulsunlar. Mənlə bir yerdə şadlansınlar. Ona görə də bu şeirləri onlar üçün oxuyuram və onların, belə deyək, onlarda bax bu şeiri oxuyarkən məndə açılan dalğanın açılmasını istəyərdim, arzu eləyərdim. Ola bilər ki, zaman-zaman hansısa bir məkanda olanda, ya təbiət qoynunda olanda bu dalğa barədə düşünsünlər. Birdən zehinlərinə gələ bilər, qəfildən. Deyə bilər ki, məsələn üçün, bax, mən bu məqama, bənzər bir məqamı Rüstəmin bir söhbətində görmüşdüm. Xatırlayıram bunu. Və o özü də bu məqamı öz təcrübəsindən keçirdə bilər dostlar. Deməli, birincisi Lermontovdandır dostlar. Lermontovdan. O gün sizə demişdim bir şeir. Bax, indi istəyirəm onu oxuyum. Bu kiçik bir şeirdir dostlar. Belə məni tutmuşdu. Bəlkə sizə də ola bilər, maraqlı gəlsin, əyləncəli gəlsin, xoş gəlsin, ola bilər dostlar. Gəlin oxuyaq. Bax, deyir, şimalda bir çılpaq dağ zirvəsində yalqız şam ağacı bitib tənha tək. Mürgü ilə tərpənir külək əsəndə, əbaya bürünür qarda keşişdək. Yox, əbaya bürünür qarda keşişdək. Əbaya bürünür qarda keşişdək. Məncə burada da birləşməlidir. O görür yuxuda odlu çölləri, günəş tulu edən odlu diyarda gözəl bir palma var. Nə vaxtdan bəri kədərlə dayanıb boz qayalarda. Şeir bundan ibarətdir dostlar. Gəlin biraz bunu açaq birlikdə. Bax, deməli, burada mövzu nədir? Bir şam ağacı haqqındadır dostlar. Şam ağacı haqqındadır. Təbiətdə bir çılpaq dağ zirvəsi var. Məsələn də siz də təbiətdə olanda bunu görə bilərsiniz. Dünyanın müxtəlif yerlərində görə bilərsiniz. O cümlədən vətənimizdə də görə bilərsiniz buna bənzər mənzərələri. Məsələn, Eldar şamlarını görə bilərsiniz. Bizdə Eldar şamı var da, endemik bitkidir. Yəni, o ancaq bizdədir, mən bildiyim qədərilə. Bax, deyək ki, bir çılpaq dağ zirvəsində bir şam ağacı var. Şam ağacı. Və yalqızdır, tək tənhadır, durub orada. Külək əsəndə mürgü ilə tərpənir. Belə müəyyən, belə mürgüləyə tərpənir. Və qar yağanda əbaya sanki bürünür, bir keşiş kimidir.
Münzəvi keşiş kimidir. İndi bu tərcümədir dostlar. Fəqət mən tərcüməyə də düşünürəm ki, burada gəl bir dənə bunu baxım görüm, bunu kim çevirib bizimkilər. 454. Təəssüf ki, bu ədəbiyyatçımızı tanımıram dostlar, çox təəssüf. Bu Adil. Çox təəssüf ki, tanımıram. Biraz utanc vericidir, düzdür. Amma qəşəng məncə tərcümədir. Və düşünürəm ki, bu rus dilindəki məzmunla uyğun olmalıdır məncə. Çünki uyğun olmasaydı bəlkə də bu cür effektiv alına bilməzdi. Fəqət digər tərəfdən, əgər tərcüməçi bu şeirə öz yaradıcılığını da belə qatıbsa, onda bu baxımdan da xüsusi sayıla bilər. Yəni necə? Bax, deyir ki, şam ağacıdır, bir dağ zirvəsindədir, tək tənhadır. Onu belə külək əsəndə belə tərpəşir, tək. Müzgü ilə tərpəşir. Qar yağanda ağ belə əbaya bürünür. Bir keşiş kimidir. Məsələn üçün, münzəvi keşiş, yəni o zahidlik var da, o belə kilsələr olub. Bir dənə təsəvvür edin bunu. Yəni bu şeir səni çox belə varlığın uzaqlarına aparır da, belə tarixin dərinliklərinə, insanlığın o belə müxtəlif cür halətlərinə, bəşəriyyətin nə deyim, o keçdiyi yoldakı o mərhələlərə tarixilik duyğusu ilə aparır səni, belə romantika duyğusu ilə aparır səni. Uzaq yerlərə aparıb çıxardır da. Yəni məsəl üçün bu şam ağacını burada Lermontov və yaxud Lermontovla birgə bizim öz ədəbiyyatçımız o şam ağacını bənzədir bir keşişə. Təsəvvür edək ki, ucqar bir yerdə monastır var, bir dini məqbərə var, belə bir ruhaniliklə dolu, yalqız, belə əsrarəngiz, sirli bir məqbərə var, ya bir monastır var, ya bir kilsə var, ya ibadətgah var. Orada bir ruhani, həqiqi ruhani yaşayır. Gerçək belə Allah adamı da o tənhalığa çəkilən, dünya nemətlərindən əl ətək çəkən, belə həyatını o ruhiliyə həsr eləyən bir orada münzəvi var, zahid var. Bax, deyir, o şam ağacı, o necə, o belə əbaya bürünər, o keşiş, zahid, əbaya bürünər, o Allah adamı belə deyir. Necə belə yeriyər, dağ yollarında. Gedər bəlkəm dağlarda dualar eləməyə gedər. Ya Tanrı ilə qovuşmağa gedər. O əbaya bürünər, belə qışda yeriyə gedər də belə ağır, çətin, çoğunda qışda əbaya bürünər. Bax, şam ağacı da deyir, bax bu şəkildə qar yağanda belə əbaya bürünür, soyuqda. Və o soyuq havada şam ağacı yuxu görür. Şam ağacı yuxu görür. Yuxuda odlu çölləri görür. Günəşin belə adamı yandırdığı diyarı görür. Və orada bir dənə palma görür yuxuda. Uzaq, odlu, alovlu, günəşlə belə qızmış bir səhra, odlu diyarda, çöllərdə, qayalarda bir palma ağacı görür. Və nə vaxtdan bəri bu palma ağacı tək tənha kədərlə dayanıb o boz qayalarda. Yəni bu şeir dostlar belə, necə deyim, bilmirəm. İndi o atmosferi sezmək lazımdır da. Hiss eləmək lazımdır. Yəni bu bilirsiniz, mən bir dəfə bunu demişdim dostlar. Zaten bir neçə vurgulamışam da, mən kitabı müqəddəs hesab edirəm. Birinci ona görə müqəddəs hesab edirəm ki, məcaz kimi desək, Tanrı bizlə kitablar vasitəsilə danışıb.
sözlə, kəlmə ilə, kəlamla, məcaz kimi də düşür. Məsələn, biz müqəddəs kitablar deyirik. Quran, İncil, Tövrat, düzdür? Biz ona müqəddəs kitablar deyirik. Yəni Tanrının ən ali varlığın məcaz kimi desək də, insanlarla qurduğu əlaqələr kitab vasitəsilədir. Son nəticədə kitabda möhkəmlənib. Düzdür? Bu kitabın nə qədər müqəddəs olduğunun göstəricisidir. Ona görə kitabda məsələn, kitab, kəlmə, söz, cümlə, bunlar təməldirlər. Bax məsələn, teatr belə bunun sayəsində olur. Kinoda belə hekayətçilik bunun sayəsindədir. Hətta kinolar çəkiləndə belə söhbət belə dillə olur. Yəni dil bizim təməl qüvvəmizdir, insani qüvvəmizdir. Bax, kitabı da o belə müqəddəs edən, yenilməz edən təməllərdən biri dillə bağlılıqdır, kəlmə ilə bağlılıqdır, sözlə bağlılıqdır, düzdür? Ona görə məsəl üçün kitabda belə bir yenilməz qüvvə vardır. Yəni o sanki həmişə sənlə ola bilər, hara getsən sənlə ola bilər, uyğun şəraitlərdə və hara getsən kitab vasitəsilə özün üçün yetəri qədər zəngin bir əyləncə dünyası qura bilərsən. Bilgi ilə, düşüncə ilə, xəyallarla, əyləncə ilə dolu bir əsrarəngiz aləm qura bilərsən də. Yəni sən, xəyalların, baxışın, gözlərin, zehnin, bunlar hamısı birlikdə bir kitab vasitəsilə o dünyanı sənin üçün qura bilər. Və bu kitabı yenilməz edən nədir? Məsələn, elektrikin olmadığı yerdə də sən bunu eləyə bilərsən. İnternetin olmadığı yerdə də bunu eləyə bilərsən. Kinoteatrın olmadığı yerdə də bunu eləyə bilərsən. Digər əyləncə vasitələrinin olmadığı yerdə də kitab vasitəsilə bunu rahatca yaşaya bilərsən. Ona görə kitab bu baxımdan yenilməzdir və müqəddəsdir. Biraz da şişirərək əlbəttə deyirəm. Aydın məsələdir. İndi mən də öz sahəmi biraz belə ballandırıram. Yəni normaldır. Başa düşmək olar bunu. Əlbəttə bu başqa sahələrin əhəmiyyətsizliyi demək deyil asla. Onu demirəm. Yəni deyirəm ki, kitabın belə bir xüsusi dəyəri var da, onu demək istəyirəm. Kitabın belə bir xüsusi dəyəri var, amma əlbəttə ki, başqa sahələrində çox yüksək dəyəri var, dostlar. Lütfən, mən belə danışanda biraz yaxşı çıxmır, vulqar çıxa bilər, amma çox xahiş edirəm, mən heç yanlış anlaşılmağa heç xoşlamıram. Lütfən məni doğru anlayın, yaxşımı? Yəni ki, indi belə deyək də, mənim də, necə deyirlər, missiyalarımdan biri kitabı sevdirməkdir, ədəbiyyatı sevdirməkdir, onu qorumaqdır. Ona görə də bu baxımdan da belə əsaslandırmalar gətirməyim başa düşüləndir. Başqa sahələrdə də çox böyük hörmətim var, dostlar. Zaten hörmətim olsa da, olmasa da o sahələr də öz-özlüyündə dəyəri daşıyırlar. Yəni mənim bir münasibətimə əslində ehtiyacları yoxdur. Sadəcə mən indi öz sahəmin də canlı qalmasında, belə deyirlər, necə deyərlər, aktual qalmasında, dəyərli qalmasında mən də maraqlıyam, ona görə bu söhbəti eləyirəm, dostlar. Bax, sən bu kitabla, məsələn, bax, görürsünüz, bu kitabla sanki hətta dünyaya birinci dəfə gəlsən belə, bu şeiri oxuyan kimi səndə bir dalğa açıla bilər, düzdür? Doğrudan da bəkəmdə o ağacların da yuxuları var. Nə bilim onlar? Bəkəm, doğrudan da belədir. Doğrudan da. Bəkəm, ağaclar yuxu görürlər, insan kimi yuxu görürlər. Və o şam ağacı o tək qalıb, o belə qarda, yuxusunda o üşüyür də, tək qalıb, belə üşüyür. Yuxusunda palma ağacını görür. Palma ağacı isə istidə yanıb qovrulur. O da sərinlik həvəsindədir. O da nə bilim, biraz soyuqluq həvəsindədir ki, belə də bir özünü yaxşı hiss eləsin. O belə yanğından çıxsın, yanğının hökmünün altından çıxsın. Düzdür? Şam ağacı isə o çoğuvun qar altında üşüyür, çox soyuqdur və yuxusunda palma ağacını görür. Bilməyəm, palma ağacı da yuxusunda
şam ağacını görür. O şam ağacının yerində olmaq istəyərdi. Şam ağacı da palma ağacının yerində olmaq istəyərdi. Ola bilərdi belə bir şey dostlar, ola bilərdi. Nə bilim mən, doğrudan da bəlkə ağacda da yuxular görürlər. Bəli, ola bilər, 100%. Başımda elm nə zamansa bunu isbatlayacaq. Ola bilər, ola bilər. Fəqət bu bədiyyatda, poeziyada artıq kəşf olunub. Ən azından oyun kimi, əyləncə kimi, əsrarəngizlik kimi, belə sirli, sehirli bir xassə kimi artıq kəşf olunub Lermontov tərəfindən. Nə xoşsa gəldi mi dostlar? Bugün bu yay mövsümündə müəyyən qədər qışı xatırlayacaq dostlar, yaxşımı? Qış üçün darıxacağıq. Bu şeydə də müəyyən qış əlamətləri var. Belə dostlar, bu şeir bundan ibarətdir. Yəni bu şeir şam ağacının yuxusu haqqında idi. Və doğrudan da sənə görsən necə belə elə bil ki, bir anda sən belə düşünürsən, bir anda. Doğrudan da dünya necə belə sirli, sehirli yerdir və insanın hələ kəşf etmədiyi nə çox burada dalğalar var. Nə çox dalğalar var. Ləzzətli dalğalar var. Baxın, doğrudan da belədir. Ağaclar da yuxu görürlər. Şam ağacı palmanı yuxusunda görür, onun yerində olmaq istəyir. Palma şam ağacının yerində olmaq istəyir. Belə, bu şeir belə bundan ibarətdir. Yəni, biraz varlığı kəşf etmək baxımından idi dostlar. Belə sirrini, varlığın sirrini, ləzzətini kəşf etmək baxımından idi. Digərini oxuyacağım dostlar, Puşkindən oxuyacağım. Puşkindən. Bu qış axşamıdır dostlar. Qış axşamı. Şeirin adı qış axşamıdır. Bax, gəlin bunu dostlar, bu nədən? Mövzu nədir? Qış axşamında şairimiz bir qarı nənənin komasına gedib. Komasındadır, qış axşamıdır. Qarı nənənin komasındadır. Və bunun komasında bir ilham gəlir şairimizə və orada ilham gələrkən, orada yaranan xəyalları, duyğuları, düşüncələri dilə çevrilib, ədəbiyyata çevrilib. Gəlin oxuyaq dostlar, qışı xatırlayaq. Qışı xatırlayaq və nə zamansa qış olanda siz də belə harasa dincəlməyə gedəndə, hansısa bir kəndə, hansısa bir belə uzqar yerlərə gedəndə bəlkə bu şeiri xatırlayarsınız və bu sizin o məqamlardan ləzzət almaq, enerjinizi, həvəsinizi, qabiliyyətinizi daha da artıra bilər. Bax, bu şeir daha da artıra bilər, bunu xatırlasınız. Bax, deyir, qış axşamı. Sovurduqca tufan qarı, sislə örtüb səmaları, gah ulayır vaşaq kimi, gah ağlayır uşaq kimi. Gah tərpədib həsir damın həsirini düyür yelə, gah da olub yol adamı pəncərəni döyür elə. Görürsən? Təsəvvür bildiniz bunu. Bir dənə bunu təsəvvür eləyin. Dəqiqliyi görürsünüz. Bax, bir qış vaxtı bir dənə komadasınız. Uzqar bir yerdə kətdə komadasınız. Meşəli ərazi demək ki, hətta biraz uzaqlıqdadır. Bir komadasınız, təsəvvür eləyin bunu. Çoğunlu bir qarlı gündür. Nələr olur orada? Bax. Tufan qarı sovurur. Tufan qarı belə sovurur. Görmüşsünüz də yəqin. Mən çox görmüşəm. Çox görmüşəm. Cənub bölgəsində çox görmüşəm. Və səmalar sislə örtülür. Səma belə olur, dumanlı. Bulanıq və dumanlı olur belə. Tufan neynir? Səs necə çıxardır? Vaşaq kimi oluyur. Düzdür? Səsi olur bir cür tufanın. Qışda küləyin belə bir cür səsi olur. Onu belə. Gah ulayır vaşaq kimi, gah ağlayır uşaq kimi. Zaman uşaq ağlamasına belə bənzəyir. Düzdür? Düzdür? Komanın həsir damı var. Onu tərpədir, belə tərpədir də belə.
yellə tərpədir. Gah da bu tufan yol adamı olur və pəncərəni belə döyür. Məcazdır bu. Gah da olub yol adamı pəncərəni döyür elə. Dostlar, mən tərcümə variantını oxuyuram da. Tərcümə variantından danışıram. Deməli, mən belə başa düşürəm ki, burada nədir bilirsiniz məsələ? Ola bilər bəlkə orijinalda başqa cürdür, amma tərcümə variantında mən belə şərh verərdim. O tufanlı gecədə birdən pəncərə döyülər. Belə bir külək ona vurur, belə tap, tap, tap. Ha? Külək o tufanlı gecədə bir koma təsəvvür, komadasan. Uzqa yerdə komadasan, qarlı gecədə. Səvə bilsən beləsən də. Baxsa deyim də, siz əgər bədiyyatı duymağa qabilsizsə, yəni o sizdə o varsa o hiss, sizin bədəninizdən müəyyən titrəyişlər keçməlidir. Belə qəribə titrəyişlər, sevinc, biraz məyusluq, kədər və bütün bunlarla birlikdə həyatı sevmə. Həyat nə qədər dəyərlidir, nə qədər əzizdir, nə qədər xoşdur. O duyğular keçməlidir sizdə. Düzdürəm, səhvdirəm. Düzdürəm, səhvdirəm. Əgər siz məsələn bunu duyacaqsınızsa, yavaş-yavaş sizdə o yaranacaq. Yavaş-yavaş yaranacaq. Həyatı daha dərindən sevəcəksiniz son nəticədə. O deyir ki, o qar fırına belə sanki pəncərəni belə döyür. Belə döyür. Kimsə sanki yol adamıdır, pəncərəni belə döyür. Belə səslər gəlir. Əslində o kimsə döymür. O küləyin, o qarın birlikdəki oyunudur o. Birlikdəki oyunudur. Nuhdan qalma komamızsa həm məhsundur, həm qaranlıq. Gözüm nənə, nə susmusan, ayaq üstə yazıq. Usandırıb, yorub nədir səni tufan uğultusu? Yoxsa elə mürgüllədir öz cəhrənin cığıltısı? Yəni ki, nənə var orada, yeri gəlmişkən bu şeiri sevimli nənələrə də həsr edə bilərik dostlar. Deyir ki, o sən belə durmusan, ay nənə, sakit durmusan da belə yazıq, yorulmusan deyəsən. Şair deyir, deyəsən yorulmusan. Bu nənənin komasındadır da, çöldə də qar yağır. Deyəsən yorulmusan deyir. Səni tufan uğultusu yorub deyəsən. Yoxsa öz cəhrənin cığıltısı, o cəhrə var da, cəhrənin cığıltısı səni belə mürgülədir. Gətir içək, görüm qarı, gətir içək, hanı qədə? Süz, ey gənclik vəfadarı, qoy tökülsün qəlbə fərə. Qürbət eldə ömür sürən quşcuğazdan oxu mənə. Səhər su gətirən qızcığazdan oxu mənə. Sovurduqca tufan qarı, sislə örtüb səmaları, gah ulayır vaşaq kimi, gah ağlayır uşaq kimi. Gətir içək, gözüm qarı, gətir içək, hanı qədə? Süz, ey gənclik vəfadarı, qoy tökülsün qəlbə fərə. Yəni, burada şair baxır nənəyə, çöldə qar yağır, komadır, yarı qaranlıq komadır. Gəlin, aydın məsələsini şair burada verməyib, bəlkə orada odun peçi yanır, odun sobası var. Odun sobası da burada var. Ya bəlkə də nənə bir fətir bişirib, ya nə bilim, qutab bişirib. Bu şair də oturub orada, rahat, həyatdan zövq alır. Onu bizim üçün, bizə də saadət versin, bizə də həyatı sevdirsin deyə bir şeirə çevirib. Və şeirdə nə deyir? Deyir, ay nənə, gətir, süz, içək, xumarlanaq, həyatdan zövq alaq, bu qış gecəsindən zövq alaq. Yəni, burada şair həm də bu qış gecəsini bir dünyəvi saadətlərlə yetərincə təciz olunmuş bir şənliyə, kiçik, sadə şənliyə çevirmək istəyir. Nənəyə deyir ki, gətir bir içkilərindən, içək, həyatdan zövq alaq. Və sən də mənə, nənəyə deyir, hekayət danış. Üstəlik, burada həm də hekayətçiliyin ləzzətini verib də. Yəni, ədəbiyyat necə yaranıb, dostlar? Mənim yadıma gəlir ki, uşaqlıqda mənim bibim rayonda
kitabxanaçı işləyirdi. Bibim mənə bir ensiklopediya vermişdi o vaxtı. Çox qəşəng ensiklopediya idi. Orada mən bizim dildə, yəni bizim alimlər onu hazırlamışdılar. Orada ədəbiyyat barədə belə deyilmiş ki, ədəbiyyat necə yaranırdı? Ədəbiyyat nə idi orada? Hekayətçilik idi dostlar. Yəni qədim insanlar, ilk hekayətçilər kimlər idilər? Qədim insanlar gedirdilər, ovluyurdular, indi ova gedirdilər də, ova gedirdilər, qadınlar da nə edirdilər? Belə deyək də, yığıcılıqla məşğul idilər. Qadınlar gedirdilər, çalışırdılar, meyvələr toplayırdılar, tərəvəzə toplayırdılar, köklər toplayırdılar yemək üçün. Kişilər də gedirdilər ov dalınca. Ovluyurdular, nələrsə ət gətirirdilər. Yeyirdilər, içirdilər, sonra tonqal ətrafında otururdular və başlarına gələn hadisələri danışırdılar. Yaxşı hekayətçilər, orada olan hekayətçilər. Beləliklə, hamısı oturub onları dinləyirdi və beləliklə ədəbiyyat yaranırdı. İbtidai ədəbiyyat yaranırdı. Yəni, ədəbiyyat o, başımıza gələn hadisələri qəşəng şəkildə nəql etmək idi. Beləliklə, ədəbiyyat yaranırdı da, sadə şəkillərdə. Yeyirdilər, həm dünyavi nemətlərdən həzz alırdılar, primitiv şəkildə, həm həyatda qalırdılar, sonra başlayırdılar dincəlməyə. Dincələndə də odun ətrafında otururdular və o dövrün hekayətçiləri başlarına gələn hadisələri danışırdılar. Bəlkə də ovdan da danışırdılar və s. İndi gündəlik başlarına gəlibsə. Beləliklə, ədəbiyyat, şifahi ədəbiyyat yaranırdı. Sonra bu da inkişaf elədi də, belə bu şəkillərdə. Bax, burada şair, o özü də belə bir sadə, belə nisbətən ilkel bir mühitdədir. Amma o ilkel mühit belə ədəbiyyata çevrilir və onu da ədəbiyyata çevirir. Qarı nənəni də ədəbiyyata çevirir, o sevimli nənəni və ondan da hekayətçilik gözləyir. İstəyir ki, qarı nənə ona hekayət danışsın. Kimdən danışsın? Qürbət eldə ömür sürən quşcuğazdan, səhər-səhər su gətirən qızcığazdan. Onlar barəsində qarı nənəyə deyir ki, mənə içək, sən də mənə onlardan söhbət elə. Yəni, bu daxmada sakit, isti, qarlı, çoğvunlu gecə ilə əhatələnmiş bu sakit daxmada İçək və sən mənə hekayət danış, səni dinləyim. Həm dünyavi nemətlərdən, cismani nemətlərdən ləzzət alaq, həm də ruhani nemətlərdən, mənəvi nemətlərdən ləzzət alaq, zövq alaq, bəhrələnək. Bu şeirdə bu barədə dostlar, beləliklə qışı xatırladıq, Puşkindən idi. Qışı xatırladıq, nə zamansa qış aylarında dincəlməyə, kefə, nəşəyə gedəndə, belə yerlərə, ucqar yerlərə bu şeiri bəlkə də xatırlayarsınız. Xatırlasınız, mən də çox məmnun olarım dostlar. Bu həm də sizin, düşünürəm ki, sizin həm də o məqamlardan ləzzət almaq o qabiliyyətinizi daha da artıracaq, ləzzət almaq o enerjinizi daha da artıracaq. Belə dostlar, bir dənə də şeir oxuyacağam, söhbətimizi bitirəcəyik. Bu isə eşqanə şeirdir dostlar, eşqanə şeirdir. Burada Şekspirdəndir, onun sənətlərindəndir, sənətlərindəndir. 18-ci sənətdir bu kitabda. Və burada da şair öz sevgilisinə, onun şəninə bir şeir deyir dostlar. Axı necə yaya bənzədim səni, ondan daha odlu, daha gözəlsən. Tufan məhv eyləyir yazda gülşəni, yayda tez ötüşür ömürdən bilsən. Bəzən göyün gözü odlanır, yanır, bəzən də gizlənir duman içində. Gözəllik də sona çatıb dayanır, təbiət yox edir bir an içində. Fəqət sənin yayın sovuşa bilməz, sənin gül hüsnünü tutmaz bir pərdə.
Ölümün kölgəsi üstünə gəlməz, mənim şeirlərim dil açan yerdə. Necə ki həyat var, göz görür, inan, şeirimdə əbədi yaşayacaqsan. Burada da söhbət kifayət qədər aydındır dostlar. Yəni, mövzu nədir? Deyir ki, səni sevgilisinə deyir burada şair. Deyir ki, bax səni necə yaya bənzədim ki, sən yaydan da daha odlusan, daha gözəlsən. Yay tez ötüşür, keçib gedir. Yazda da tufan məhv eləyir gülşəni. Bax, göyün gözü odlanır, yanır, gizlənir duman içərisində. Gözəllik də olur ki, təbiət onu tez yox eləyə bilir. Məsələn, gülləri, düzdür? Gülləri. Fəqət sənin yayan sovuşa bilməz. Sənin üzündəki o gül hüsnünü heç bir pərdə tuta bilməz. Mənim şeirlərim dil açarsa, ölüm orada heç nəyə üstün gələ bilməz. Həyat var. Biz həyatda olmayacaq. Həyat var. Göz görür, inan. Nə qədər ki həyat var və göz görür, inan, sən mənim şeirimdə əbədi yaşayacaqsan. Yaşayıbmı? Yaşayıbmı? Gördüyümüz kimi yaşayıblar, yəni yaşayıb. Yəni ki, şair burada öz sevgilisini cəhd eləyib yaşatmağa və Shakespeare bacarıb. Shakespeare bacarıb. Məsələn, mən özümü deyə bilmərəm, Ola bilər ki, bacarmaram. Ola bilər ki, başqa hansısa şairlər də bəlkə də bacarmazlar. Shakespeare müəyyən dərəcədə bacarıb. Yəni, öz sevgilisinin gül hüsnünü qorumağa və yaşatmağı bacarıb, məsələn, bu şeirində və bax, məsəl üçün, sən bu şeirdəki o enerjini alırsan, bax, indi mən aldım, bəxş elədim, bu da yayılacaq və neçə-neçə gözəlləri, neçə-neçə aşiqləri, sevgililəri beləcə nəsildən nəslə yaşadacaq. Nəsildən nəslə yaşadacaq. Potensial olaraq yaşadacaq dostlar. Yəni, o enerji bir gözəldən digər gözələ, o gözəldən o biri gözələ, o gözəldən o biri gözələ doğru yaşayacaq və canlı qalacaq. Gələcəyin sənətkarları üçün, aşiqləri üçün, gözəllik aşiqləri üçün, sevməyi sevənlər üçün, sevməkdən zövq duyanlar üçün potensial olaraq həmişə yaşayacaq bu enerji olaraq. Və yer üzərində gözəlləri qoruyacaq və mən arzu edirəm bu şeirlərə həsr etdiyim sevimlilərimi də həmişə qorusun, canlı saxlasın. Belə dostlar, hələlik əzizdən müayət olun. Bu aləmlərdən çıxırıq, başqa söhbətlərlə huzurumuza gələcəyəm hələlik. Sağ olun dostlar, gecəniz xeyrə qalsın.